Bura Padiyat hamam tuvaletdir. Qazi Dadaşov Süleymanov da mənim danışam. Bayraqdadır. Evimizin pəncərəsi zadı, krosu zad. Çilə krosu var. Bunların hamısını mən eləmişəm. Demək bu basendir. İki daş arasın qırabil simentlə 2 qat eləmişəm. 1 kubik elində ara qoymuşam. Hamısını betonlatdırmışam. Pasiyenin suyun yayda sistem buz kimi, xalenlik su kimidir. Standart daşdan tikdirmişəm. Baseyni, koridor, hamam tuvaleti, Yevrostil, şifri adı hamısı yaxşı dəmirlərdən. Bu da baratamızdır. Bu zaboru mən özüm tikmişəm. 12 yaşım olanda tikmişəm bu zaboru. Yaxşı əl qəbiliyyətin sərqəm olub. 12 yaşım olanda bu da zaboru tikmişəm mən. Şimdi biraz psixi şeylər, mən içində eləyə bilməm elə. Ancaq belə, babunun. Bunlar hamısı təzədir. Cənab Prezident 50 qazilik pullarını verəndə o birinci qrupların hamısı 800 min, ikinciyə nə qədər, üçüncüyə nə qədər, birinci pullar verdi. Mən pul elətdirmişəm bunları. İpoteka, bu küçüklər. Sorun ne, Silva? Gel görüm, gel. Gel görüm, tez ol. Tez ol, gel. Gel buraya görüm, gel buraya görüm. Gel buraya görüm. Ay sağ ol, gel buraya. Bab it. Bizdə keçmiş polisdə əmin gecəsinin idi. Bilmem Əhməd var, Paykava idi burada deyirlər. Cındırın bir 10 it idi. Bir həftə düz 2-3 il bundan qalıb, bir həftə evdə. Otur. Otur görüm. Ay sağ ol. Görürsün akıllı. Otur. Otur durma. Gel görüm, gel balalarına baxaq. Baba 7 də beləncə balası var. Səhər-səhər mən bu çəkməmin səbəbindən anam səhər-səhər bunun birini vurdu. Həftə yedim, tezdən, günüm qara gəldi. Nə tər burada zincirlərlər. Mənə görən ki, bunlar hamısı qaçır qabağıma. Gəlsinlər görüm, gəl. Yiyib tutarmadılar bu. Demək, bunlar sizin nə almışam? Küpüşlər sizin nə almışam? Bu itin balaları yaxşı balalardır, gözəl balalardır. Adamın hayfı gəlir. Otur görüm. Bax bunu bak, baba gəlir, dil bilir. Otur. Otur görüm. Ay sağ ol. Sakit. Sakit gözəl. Ay sənin. Sakit səşək aparım. Ay sağ ol. Bu itin balalardır olar. Sizdən anam 11 varanda cingilti götürdü. Nəylə vurdu. Başım söndü, çıxdım yazdıqlara baxdım. Yemək gətirirəm. Mənə görən kimi qaçırdılar qabağımı. Bu da qaçmadılar. Yazdıqlar qorxmuşdu. Bu itin bağlarını kim istəyir? Gözlər. Anasını görürsünüz, dil bilir. Oturur, durur, gəlir. Get, gətir, hamısını bacarır. Bu həmin itdir ki, 2 il bundan qabaq Əhməd deyirlər. Bu balalardır, baxın. Baba, gör nə gözəl balalar, baba. Ay, bir də it, bir küçə bizdən oynanan arıza cingilli, bir həftədə 10 gündür, ağlayır, özünü öldürür. Bu it idi. Mənim bu Silvamda adını Silva qoymuşum. Qarabağda Abçarkın adı Silva idi. Susuz. Gün düşüyor, qoymuş çəkməyə. Bu it cincillərdir. Gözəl itdir, prosta gün düşüyor, qoymuyor, yaxşı çəkməyə. Bu it zincirlərdir. Deyim, ay nədir bu? Adam rəfa, gecə səhərək. Bakaz olsun, bunu bağlayıblar. Nazik, presipi ot bağlamırlar həmən iplə. Biri var kəndi ilə, biri nazik ot tək qatıyla, boğazın bağlayıblar. Çöldə, şaxta hava. Yemək vermir bu Əhməd ona. Zincirləri bunu nə tər ağlayır. Bir gün gecə səsi gəlmədi, çıxdım yola. Gördüm ayağıma bir də, bunun vidi var idi ki, bunu tanımaq olmurdu, iti oxşamırdı. Köpək bundan gözəl idi, nə idi, arı, qabırğalara çıxıb. Deyirdim, bu nə itdir. Amma gəlin burada Asif var bizim kətdə, Qaqanın yanında Batışın qaraşası. Ayağıma, indi mənə eşidəcək yox, dəqiq danışıram, qonşumdadır uşaqlar, qonşularımdır. Ayağıma sürtünürdü, bu it. Otur görüm, görünüz. Otur, baba gel. Otur görüm. Otur. Otur görüm. Tez otur. Otur, otur. Otur görüm. Ay sağ ol.
Ay sağ ol. Mesela adam dilinde bilir. Heyvan dilinde danışanda bilir. Heyvan dilinde danışanda bilir. Hocam, gel bir de sen günde sayende seçeyim. Baba. Baba gitti. Ayağıma sürtünürdü. Yalvarırdı elə bilmə. Gəlsin bura görüm, gəlsin sən bir də. Bura gündür. Gəl bura. Gəl bura görüm, gəl baba buyur. Mamamın qorxusuna həyətə gəlim. Onu ikisi də saxlayalım da bunlarını. Dil bilir, otur, dur, get, gəl, hansı. Dedim, Asif, görüm nədir bu? Tutdum bunu, boğazını belə suladım başını. Gördüm boğazından qan gedir. Boğazından qan gedir gördüm. Boğazına baxdım, gördüm qan gedir. Dərinə gedim, gördüm haradasa bu qədər kimi, bu qədər. İp girib o presipi boğazına, kəsib, qırıb qaçıb boğazın. Bezib də, ta həyətindən qırıb qaçıb. Qan götürüb boğazın, girib ətə ip. Cibimdən lezba vardı, çıxartdım. Gəl görüm, it balası. Gəl görüm, itin balasıdır bu. Kübbüşümdür mən. Gəl bura görüm, Silva. Gəl görüm, gəl. Gəl yanıma görüm. Tez ol, gəl bura görüm, gəl bura. Gəl görüm, tez ol. Tez ol. Ay sağ ol. Gəl görüm. Ay sağ ol. Otur görüm. Otur çoğun. Otur dedim. Günün altında. Otur görüm. Otur görüm. Ay sağ ol. Bu it. Boğazın ipi kəsdim lezbamla, cibindən çıxartdım. Bunu. O yüzü deyirsən, bak gəl. Lezbamdan kəsdim, çıxartdım, attım ipi. Gəldi dalımızdan evimizə. Boğazın zadını yudum, içimizi yudum, yeməyə zad verdim. 10 gündən sonra bu iti tanımadı. Dedilər, nə gözəl itdi bu. Həyətdə başladı bu trenirovk eləməyə. Bax buna, nə dedim, elədi. Otur, dur, gəl yanıma görüm. Otur, dur, gəl. Gəl görüm. Otur, dur, otur. Ay sağ ol. Otur, dur, gəl, gedək. Hamısın. O 7 də bala bunundur. 7 də baladır. Bunundur, hər gün mən onlara yemək verirəm, az qoymuram qalsınlar. Ancaq bu küsədə düzdür, bu küsədə onları böyütmək, öz yerim yoxdur. Hətta anam zat, yəni ki, dögüb eləyir, öldürüb eləyir. Qoymur. Bax, bunun özünü küsədə saxlayır. Bax, bu cür axıllı iti. Öz evim dövlətdə var. Xahiş edirəm cənab prezidentdən. Mən Qarabağ 1973-cü iləm. 1-ci qrup əlirəm. Mən evimi sizə məktub yazmışam. Prezident aparatında Fuad Ələsgərov, cənab Fuad Ələsgərovun köməkçisi, hüquqşünas Zeyhun müəllimə Bakı şəhərindən evimi verməyinizi xahiş eləmişəm. Prezident aparatına yazıb vermişəm. Elə orada Zeyhun müəllimə əl-bəl ərzə vermişəm. Nati müəllimin qəbulunda olmuşam, köməkçisi deyirdi. Ona ərzələr vermişəm. Qəhrəmanlıq kağızlarım hamısı onda. Nazirlər kabinetinə, Sinar Park Biznes Mərkəzində özümü öldürmək istəyirdim. Gəldilər mənə yalvardılar ki, eləmə. Get evə gəldim. Gələcəklər sən, buradasan sən kim gözə gəldim evə, Allahdılar mı? Bir də gəldilər, yoxlarlar, yazdılar. Bir də Səriyyəndə plasmasda 3 otaq bilməm, 2 otaq evim var. Hasar əllərində, hasarı mənə vermirlər. Ancaq mən Səriyyəndən istəmirəm. Oradan versələr, onsa imtina edəcəm. Mən lap əvvəldən, axırıncə 2017-ci ildə Ceyhun müəllimə ərzələr vermişəm. Ki, sizin adınıza, cənab prezidentin adına. Ki, mən xahiş eləmişəm ki, Bakı şəhərindən mənə xahiş eləmişəm, evimi verin. 1973 təvəlliyəm, 1-ci Qarabağ müharibəsində qəhrəmandasan, bir neçə Rus tapıb, Meysi erməni, bir də Qara milləti zəncini öldürərək, Mehman Hüseyni axırıncı dəfə almış ora. Mən tək çıxmışam, doğru yoldaşlarıma qışmışam, qaçırlar, gəlirlər, hamısı qaçır, gəlir, 10 metrə qalmış bilmişlər, gəlirik. PKP-lı niyə görə vurdum, teşkilat anı, sonra Rusları, bir neçə erməni. Dağa çıxanda qışqırım, qardaşlarım durdu, gəldi, hamısı bayıqı uşaqlardı, 10 metrə qalmışdı, bilirlər, gəlirik. Rövşən Cavodun uşaqlarının orada var idi.
bütün o apasın vəziyyətini mən elədim. İbad Əzizov ərizəsi var, qardaşım mənə xahiş edir, getmədi, öldü. Başı qaldırdın, hazırsan da. Teşkikanın susmağından neqratırdı, ondan 2-3 saniyə susmağından, 3-4 saniyə susmağından istifadə edim, durdum, birinci ol vurmuşdum. Yaralanmışam, şikəst olmuşam, minə düşmüşəm. Tapdıysan patlamı, əl qanında patlayır, 60 santan hündür cəsd sıçramaq lazımdır. Əks halda topuqdan üzatır. Həmin oraya quşqalar tapdamışam, uşaqlara xəbərdar etmişəm. Yəni də yaralanmışam, yüzümü davam eləmişəm. Nasifqə gətiriblər, qoşqalara getməmişəm. Şimdi mən şikəstsəm, 92-ci ilin şikəstsəm, əliləm, sıxı birinci qrup, 85%'im yoxdur, sənədlərim də var, atmışam canlıya hər yerə. Mən evimi vermirlər, mənə sündürürlər. Mən də əsəb evimlə danışıram, deyirəm ki, mən çox elini öldürmüşəm, ona görə deyil. Birinci qrup əliləm, cənab prezident. Anamın evində kvartant yaşayıram. 4 yerdən parçalanmış bir də zalda. Nə qış, nə yay. Peçi qazı yoxdur. Əryana bürünüb yaşamaq lazımdır. Xalqdan soğuk olur, yayda isti olur. Bir də zalda 4 yerdən parçalanıb, çöllə arar. Evdən aralanıb, zal evdən aralanıb, çöllə görkənir. Çox sağ olun, mənə verdiyiniz 1-ci, 2-ci qrup Qarabağ, 3-cü qrup Qarabağ əllərinə verdiyiniz o 6.000, 8.000 zat pullar var idi. O pulu verdiniz mənə. Bax bu, anam üçün tikdirmişəm. Çüyük taxtadan, sizdə baxın, tuvaletimiz adımız var idi, hamamımız adımız yox idi. Yaxşı daş aldım, baba standart daşdan tikdirmişəm, görürsünüz. Və demək bu 2 qat daşdır, arası bir daş, kubik daş enliyində betonlatdırmışam ki, tək daş olmasın, tək daş elətdirməzdim yox, mən tikdirəm 2 qat. Çünki buradan maşın keçir, tək daşla zədələnə bilərim. İndi bura qırat, top mərmisi düşsün, yəni heç də olmaz. Dibin betonlatdırmışam, yaxşı qəşəng. Arasını betonlatdırmışam. Yayda gəlin su üçün buz kimidir. Yayda buz kimi su gəlir. Qəşəng, gözəl, 17 ton baseynidir. Koridor var yanında, koridordan oyana tuvalet hamamdır. Yevrastil tikdirmişəm. Bax bir dakika, bu çölüdür. Bu var atazat hamısı. Ben əlim biraz qabağa gələndən sonra o hırlar oldu. Evin pəncərələri, qapıları, bax, bax. Görürsünüz. Burada dediyim bax bir dakika, qabaq tərəfidir. Sağ olun cənab prezident. Verdiyiniz həmin o 6.000-8.000 pula elə etdirmişəm. Bu hamam tuvaletdir. Yan bayan. Bu koridordur. Remont işləri var. Bunu çatdıra bilmədim. Bu da baseynidir. Çox sağ olun. Bu pula, həmin o verdiyiniz pula özümə bir köpük xərcləməmişəm. Bir iki də sənin köyünə şalvar almışdım. Bir də ayaqqabı almışdım. Bu həyətimizin gülləridir. Mənim güllər çox marağım olur. Yer. Bakalım. Görürsünüz güllər. Xahiş edirəm mənim evimi cənab prezident. Verirsiniz, kömək edirsiniz, sizin göstəricilər, baş şəhərinə versiniz. Mən də indən belə özümü gün ağrıyım. Pisi xəstəliyimdən istifadə edirlər. Səryan polisləri 2 dəfə mənə şəhər atıblar. Gəlib 2 dəfə evimdən qalxdıblar, xidlərimi üzmüşəm, hamısı canlıda var, danışıram. Elə canlı danışmışam ki, istəyənləri son söhbətimi edirəm. Mən evim, eşiyim, məndən səryan polisi çəkməsə, məni düzgünlüyümü üzə çıxarmasa özümü öldürəcəm. Əlimdə sübutlarım var. Bir dəfə mənə şəhər atıblar. 2024-cü ildə sənədlər var, sənədlərə baxıb deyirəm. 2024-cü ildə mənə ittiham aktı vermirlər. Deyirəm, bəs vəkillər hüquqçular saydır, ittiham aktı verməlilərsə, tanış olmaq üçün də mən deyinəmişəm, nə aramışam. Müstəntiq, baş müstəntiq, onun yanında bir də müstəntiq. Heç nə eləməmişəm. Sadəcə bir nəfər hissəndirib, ikinci də yəni ancaq hissənmişəm. Heç kimi nə vurmuşam, nə öldürmüşəm, heç sadə eləməmişəm. Ancaq hissənmişəm. Xəstəliyimin adından istifadə ediblər. 2024-də Bəşləqan həkimi başa düşdü ki, bunlar sorsuldan mənim araşımı gətirmirlər. Özləri alladıb anlamlı yazdırıblar. Səryan müstəntiqi alladıb anlamlı yazırlar.
Mənə cəza verdilər. Mən tibb məntəqələrində özümü kəsə-kəsə 8 ay aclıq elədim. Aclığımın 3 ayını hesab eləmədilər. Kartlarım var idi deyilən arasında. Kartlarımdan müəssisələrdə pul oğurlandı. Pul oğurlandı. Bir-iki dəfə 250 manatla 500 manat belə pul var. Hər ay mənim 800 manat, 700 manat pullarım oğurlanıb. Heç bir subut edə bilmirdim. Şimdi evdən mənə yenə də şər atırlar. Heç nə eləməmişəm. Mənə şər atıblar. İttiham vaxtı deyirəm, mən anam yanında gətirir. Yox, biz bu kağızı sən verə bilmərik. Bu hökumət kağızı deyir. Mən ürəyim partlayır. Hüquqşünaslardan, vəkillərdən ağlanan deyirlər ki, nədən içsəm? Al gətir oxuya görə səhərsin, nə yazıblar? Bəlkə yazıblar, adamı öldürmüsən. Bax, belə şey deyirlər, cənab prezident, cənab baş prokuror, cənab başçısına hamımız. Özümü öldürməyər fikrindəyəm. Xahiş edirəm. Bu da ki, başladım, ürəyim açıldı. Canlı danışmışam bu arada. Bu itləri göstərdim, itlərimdən danışdım. Necə itə əziyyət verir, mən götürmüşəm, belə saxlamışam. Bu itləri də ki, kim istəyir, iti örgəsə dil də biləcəklər. Balalardan götürsünlər, getdilər baladır. İstəməm bunlar kimsə öldürsün, yazığım gəlir, heyvan verərsən, pişiyim var, pişiyim danışır, adam gəlir təhlükədən xəbər verir. O pişiyim də burada çağıraram, görəm, buralarsa görsədərəm. Sağ olun, bunlar hamısını sizin verdiyiniz o birinci qrup, ikinci qrup ərliyimə görə pullara elətdirmişəm. Çirik taxtadan zaborumuz yoxdur, hamı bilir bu. Zaborumuz bu, hamısı bu, belə idi. Qoy, hakimi tikdirmişəm, oraya görsədim. Zaborumuz hamısı bax belə idi. Düz axıra kimi. Əvvəl bax göstərdiyim varatağın yanından burası, orası axıra kimi hamısı bax belə idi. Bax belə. Görürsüz? 1 2 3 4 5 6. Harsı 6 daşdır. Həyat bacamız evimizə kimi görsənir. Bax bura kimi çatdırdım pulu cənab prezident, cənab baş prokuror. Bax bura kimi mən elətdirdim. Belə körənək gələnə düzdür, məndən istifadə eləməsin, mənə pis qələmə verirlər və yıxmasın, nə eləməsin, çörəyimi yeyə-yeyə özümü beləcə edirlər. Əsəbliyimdən, xəstəliyimdən istifadə edirlər. Hamısı bir ələ mənə ilişdiriblər. Orada hamısının əli var. Ancaq mən qeyrətli oğlu olduğuma görə əqidəmə sıxışdırmadım, gedim o neçə mini götürüm, başıda ipotek ev götürüm, şəllənim yaşayayım. Qalmışam bir də zalda, zallı göstərdim sizə. Zallı göstərdim. Bu bizim evimizdir. Evin gözəl yerində mən yaşamıram. Yaşadığım ixtiyarımı satan yeri göstərəcəm. Cənab prezident, cənab baş prokuror, cənab baş istiqarəsi. Bu bizim evimizin içidir. Ancaq mən burada yaşamam. Qapınız adı, pəncərələr adı hamısı mənə sayıma qoyulub. Mən bu zalda yaşayıram. Bax, sınıq salxaq. Böyle yer var, bax, ora çölə baxır. Evlə ev ayrılıb, oradan oyuna çöldür, çöl. Yağış yağanda, yağışda qarda içəri damcıllayır. Bax, görürsünüz də ortadan bölüyü damcı. Bax, o bölüyü, bu bölüyü. Bax, bölüyü görürsünüz. Bax, ortadan bölüyü. Xaladeniklə temperatura yoxlamışam, zal xaladenikin içindən soğuk olur qışda. Hə, valla. Burada nə qaram? Pes yanmır, qaz yanmır, burada nə qaram? Görürsünüz, hamısı çoxdanın şeydir, hamısı sultur, padaloka kimi. Bax, görürsünüz. Buralardan qışda yağış damır, bax, beləsi. Nəmişliyi zaten yarın görürsünüz. Divar zaten, hamısı parça-parça, görürsünüz. Baxın. Bu zalda yaşayıram mən. Yaşamağın yerim buradır. Buradan başqa yaşamağa yerim yoxdur. Bu zalda mən öz dədəm yurdumda kvartiran kimi yaşayıram. Xahiş edirəm. Xahiş edirəm mən evimi Bakı şəhərindən verəsiniz. Adıma 2 otaq, 3 otaq dedilər var ev. Onu mənə vermirlər. Xahiş edirəm mənim Bakı şəhərindən evimi verəsiniz. Bu nətər söylür? Üzü mənə tərəf tutsun. Pay atına, nətər ellər ama. Hə, cənab, beləncə edim də. Xahiş edirəm mən düşən evimi, adıma ev var, Səriyən rayonunun dillər pasportundadır. Axırın sənədlərimi mənə allatdılar, fəxrimsən deyə-deyə. Nə ittiham haqqı verdilər, özümüz 5 dəfə kəsdirdə dolardılar, 8 ay aclıq elədim. Tüm məntəqələrdə mən 20 də psixi dərmanlarla subut edirəm, 20 də psixi dərmanla.
15 dənə aşağısı 10 dənə yuxu dərmanından, 20 də psixi dərmandan üçün xəstə uşaq var idi. Ona verirdim, kömək edirdim. 10 geçsin, ən aşağısı 10 geçsin, 18-in özüm içirdim. 15 də pis yuxu dərmanından onun aşağısı özüm içirdim. Beləncə mənə saxlayırlar ki, sən bunu vermişsən, sən bu cəza belə çəkinməlisən, nəyin başına olsun, siz kəs özünüz, siz doğru fərq eləmir. Tibb məntəqələrində mənə saxlayırlar. 5 dəfə özümü kəsib doğramışam, 8 ay aclıq eləmişəm. O, mən sentyabrdan sonra sənədlərim var. Bu sənədlərin hamısına baxıb mən yaddaş edirəm. Hamısı bu gözüm qaşım qalır. 5 dəfə özümü kəsib doğramışam, 8 ay aclıq eləmişəm. Pullarım oğranım kartlardan hər ay. Cəmi patolog 500 manat mənə pul verirlər, 250 manat, 500 manat. Qalan pullarım oğranıdır. Birinci qrup 50-dən psixi, 85%'im yoxdur. Xahiş edirəm mənə kömək edin. Ayın 5-i axırıncı sənədlər götürdüm ki, asan xidmətinə araçlar verməliyəm. Məhkəmələr, hamısı məhkəmə, prokuror, mənə deyirlər, fəxrimizsən, sən bilirsən, sən bizim fəxrimizsən. Onlar görür, uzun ağarızıq. Mənə Allah'tılar cəza verilir. Ayın 5-i sənə asan xidmətlə evimin sənədini verməlidir. Mənə kameraya qolmaq üçün bağladılar, atdılar. Xahiş edirəm mənə kömək edin, mən əsəbi xəstəliyindən istifadə edirlər. Ayaq çizdim, pivə çizdim, siqaret çəkirdim. Qurbanlıq günündən bəri nə siqaret çəkirəm, nə heç bir içki içmirəm, ayrandan sudan başqa, hamısını atmışam. Mən özümü başa düşərkəməyə əsəbləşdirirlər, içki olan bu hala salırlar, belə bir şər atırlar, belə qurma qururlar, şərəfsizlik edirlər. Mən vətən uğrunda qəhrəmancasına yaralanmışam, şikəst olmuşam 92-ci ildə. Mənə qarşıma edirlər, mən özümü onlardan qorumaq üçün atdım hamısını. Siqaret çəkmək istəyirəm, partiya siqaret öncə çəkmirəm, araq içmirəm, pivə içmirəm, heç də spirit içmirəm. Ayranım var, baş solda göstərirəm, ayran içirəm, su içirəm. Xahiş edirəm mənə Bakı şəhərinə evimi versin. 1973 təvəllüdlüyəm mən. 18 yaşımda 92-ci ildə 2 dəfə qəhrəmancasına yaralanmışam, kontuz almışam. Heç kimi öldürməmişəm Azərbaycan. Erməni öldürmüşəm, Rus da öldürmüşəm Qarabağda, Negri öldürmüşəm Mehmani şəklində. Bizi Gəncəyə yığdılar, apardılar, bizi xüsusi təyinat hamımızı dövlət çevirişlərində sürət sistemi olub. Onda eşitdik ki, Ağdam hamısı verildi. Ondan 500 gün qabaq mən Mehmani şəklini götürmüşdük. Orada mən çox sayda Rus, Erməni, bir də Negri öldürmüşdüm. Ən təkcə döyüş taktikasını həyata keçirdim. 10 metrə qalmış bilirlər gəldik, orada danışmışam sizə. Orada ərizələr də var mənim. TikTok'da, YouTube'da, hər yerdə, Facebook'da ərizələr var. Canlı uşağı 2 nəfər qardaşım danışır. Mehman adlı qardaşım, döyüş yoldaşımdır, Əlifəz adlı qardaşım danışır, döyüş yoldaşlarımdır. Canlı danışırlar, 3 nəfərin şahidlik, yazılı, notarius ifadələri var, asan xidmət var. Nazirlər Komiteti bilir, bunlar özləri araşdırırlar ki, mən həqiqətən bunları eləmişəm. Xahiş edirəm mənə kömək edirəm, mənim psixəstəlimdən istifadə edirlər, mən özümü öldürməyə hazırlaşıram, son söhbəti danışmışam, bu it vurulandan sonra biraz hissəndim, onları çəkdim, sizə görsədim. Yəni ki, hamı görsün. Xahiş edirəm mənə cənab prezident, cənab baş prokuror, cənab baş istənə görə. Mənə şərlər atırlar, mən ittiham haqqında bir dənə kağız mənə heç vaxt verməyiblər, bax. Tanış olun, vəkillər, hüquqşünaslar var, maraqlan deyirlər, sənə ittiham haqqında vermədilər. Mən bunlardan istəyirəm, müstəntiq olmuşsunuz, baş müstəntiq sayanı. Nədən istəyirəm deyir, biz sənə bu kağızı verməyə ixtiyarımız yoxdur, bu dövlət kağızı olmuşsunuz. Hüquqşünaslar deyir, onlar cinayət işi daşıyır. O nə eləyiblər, o yazıb sənə tanış eləmədilər, sənə kağız vermədilər, sənin bir qismi səndə qalmalıdır. Heç də vermirlər mənə, əvvəl də heç də vermirlər, şərəfsiz olaram. Elə deyiblər, bax, vəkillər, hüquqşünaslar oralardan. Onda da maraqlamışam, rəislər deyib ki, yox, bizə elə şey verilməyib, yoxdur. Nə tər çapışırlar, nə tər işimi qururlar, nə eləsə, psix xəstəliyini istifadə edirlər. Hissəni özümdən çıxanda heç kimi tanımıram, özümü kəsib doğrayıram. Boğazım baba bıraxa. Sağ olub, bu 3 həftə bundan qabaq olub. Arası bir ayım 2 ay bundan qabaq. Səyyən müstəntiqləri 7-8 dəfə polislə. Mənə qatlamaq istəyəndə qabaqdadan bunları kəsmişəm. Bunu anlatdılar mənə, 2 də kağıza qol çəkdilər. Atdığı WhatsApp-a ged Bakıdan görəsən evdədir. Həmər gəldim evə gördüm ki, WhatsApp-a heç nə atmırlar. Ancaq mənə 3 də kağıza qol çəkdiblər. Axtardım, zəng vurdum, Beyləş atdı o Çaskov deyən adama. Dedim, bəs attın, dedim, WhatsApp-ı atmamsan. Dəndən bağlamı, telefonu bağladı, açmadı.
Götürdüm lezba, kəsdim boğazımı gecə ilə. Təcili yardım səhər tezdən gəldi mənə apardı Səryana. Getmək istəmirdim. Hallatlı psixi həkimin oradadır. Həmən günü damarlarımı tikdilər bax buradan. Damarlarımı tikdilər, tikməsədilər öləcəkdim. Bunu kəsdirəndə axırıncı bu həmən işə görə 200 həftə bunlar var. Məşdağa ilə aparanda evə hücum çəkdilər. Baş müstədik olursa polislər. Yəni ki, mənə qatlamamış, bunu kəsdim. Tikişləri hələ açılmıyor. Bax, tikişlər buradadır. Hələ açılmıyor. 3 həftədir bilməm, 2 həftə yəni bu olub. Xahiş edən mənə kömək edərsiniz. Heç bir iddia vaxtı mənə vermirlər. Mənə şəri atırlar, özləri ərizə yazırlar, özləri izahat yazırlar, özləri hər şey edirlər, qol çəkirlər, hamısını. Bir də mən otururam ki, mənə gəlirlər ki, özümü öldürtdürməyə. Xahiş edən mənə kömək edərsiniz. Xahiş edən mənə kömək edərsiniz. Mən bu mənə qarşı olan haqsızlıqla, mənim düzgünlüyüm sübut olsun. Əlimdə sübutlarım var, şahidli ifadələrim var, şahid var, canlı. Mən hamısını düz deyirəm, mənə şər atıblar. Xahiş edirəm, mən evimi də cənab prezident Bakı şəhərindən verilməyinə mənə kömək edəsiniz. 1973 təvəlliyəm. Mən 1992-ci ildə 2 dəfə qəhrəmanca yaralanmışam, kontuz almışam, şikəst olmuşam. Mən hələ də evim yoxdur. Gördünüz hara göstərirəm, zaldır, ortadan bölünmüş. Baxın. Qışda nə pes var, nə qazı var, buz kimi yerdə, xaladin kimi yerdə, ədyalı bölünüm yollar. Xahiş edirəm, mən evimi verəsiniz Bakı şəhərində, mən də mənə belə yaşayım, rahat. Ailə qurum, namuslu bir qız alım, yəni ki, belənsinə. Xahiş edirəm, mənə kömək edəsiniz. Mən əsəbimlə istifadə edirlər. Mən o gün özümü öldürməyə hazırlaşmışam. Bir dəfə axırıncı sözümü deyib, çəkiş atmışam, istəyənləri bilməm, istəyənləri. Ki, özümü öldürməyə hazırlaşıram. Səryan rayon prokuroruna da ərizə vermişəm ki, mənə qarşı belirlər, özümü öldürməyə, həddinə gətirib satırırlar, özümü öldürmək istəyirəm. Yəni ki, belirləyəcəm, xahiş edirəm, mənə rahat yaşamaq üçün öz evimi verəsiniz, 3 otaqdır. Bakı şəhərindən verin, mən də rahat yaşayayım. Xalinikdə yaşamaq istəmirəm, kvartirdə yaşamaq istəmirəm. Mən 1973 təvəlliyəm, mənim yaşım neçədir. Mən hələ öz evimi almamışam. Maşın vermirlər, başımdan yaralanmışam. Ancaq etibarnamə ilə kimisə, qardaşın, qohumun adına almaq olur. Yəni ki, belə şeylər başa salmalı. Mən hindi bilirəm, hindi mənə başa salırlar, bilənlər, vəkillər. Ki, etibarnamə deyilən, müdafiəs deyilən, verirsən birinə qardaşı olur, qardaşdır kimdir. Onun adına maşını səhər sürəni kimi alırsan maşını. Bu beləncəyi də almaq olur. Mənə də maşınımı, evimi, hamısını verin, mən də ilə belə yaşayayım. Sağ olun, var. Cənab prezident, cənab başbakan, cənab başçısına gəlirsin. Xahiş edirəm, kömək edirsin, mən də evimi, işimi alım, maşınımı, hamısını alım. Bu Səryan polislərinin, kimlər mənə şər atırlar, hamısı araşdırılsın. Mən sübut edəcəm, canlı şahidlərim var, səs yazılarım var. Hamısını sübut eləmişəm ki, ancaq mənə şər atırlar, kimlərin əlinin hamısını biləcəksiniz. Nazirlər Kabinetindən Həqiqət xanım İsmailova bilir bu sözü, bu kimlərin əlində, o gözəl bilir. Belə ki, indi pensiyadadır, pensiyaya çıxıb. Ancaq bilir, Nazirlər Kabineti araşdırdı, öz əmmi məndən öz hissətidir. O qurmalardır, hamısı qalan oynayanlar bunun peşkalarıdır. Xahiş edirəm, kömək eləsin, böyük vəsvəli şəxslərdir mənə. Əsəbi psixi hissələrindən istifadə edirlər. Boğazımı kəsməkdən, başımı kəsməkdən, bədənimi kəsməkdən. Hər yerimi kəsib göstərməm, onda doğramam. Axırıncı 2 dəfə ölümdən qayıtdım. 2-3 il bundan qabaq bir dəfə boğazımı kəsdim, 4 dəqiqə həyatıma qalmışdım. Semaşkan həyatdır, həkimləri qutardı mən. Xahiş edirəm, kömək eləsin, cənab prezident, cənab baş prokuror, cənab başçısına gedərsə, hamımız. Mən evimi verin, Bakı şəhərindən əmr bölümü versinlər. Ailə qurum, evim, işim olsun, eşim olsun, mən də yaşayayım, xoşbəxt, özümdən belə heç olmasam. Mən hal-hazırda kvartal kimi yaşayıram. Mən öz evim, öz paltımdan, itlərimdən, bir də pişiklərimdən başqa heç nəyim yoxdur. Bir də 2 tarım var. Sağ olun, var olun, Allah köməkli olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah cəmi özünə qəsd edən qazilərimizə rəhmət eləsin. Onlar hamısı bizim şəhid qardaşlarımızdır. Allah cəmi veteranlarımıza kömək olsun. Allah cəmi qazilərimizə şəfa versin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla, məkanlar cənnət olsun. Allah onların yaxınlarına səbir versin. Sağ olun, var olun. Allah köməkli olsun.